Salam aleyküm. Deməli, hər bir qız inşallah gələcəyin anasıdır. Cənnət anaların ayaqları altındadır. Qız uşağının ailədə özünü inşallah ki, gələcəkdə ailə quracaq hər bir qız uşağı inşallah ki, ailədə özünü necə aparmalıdır, hamiləlik vəziyyəti necə keçirilməlidir, hamiləliyə necə nəzarət etməlidir. Deməli, burada bir çox suallar yaranır. Hətta bu sualların deyərdim çoxluğundan qızlar hamiləlikdən həddindən artıq çox çəkinirlər. Deməli, hamiləlik zamanı ümumiyyətlə ailədə hamiləlik əgər planlaşdırılmadan başlamalıdır. Birinci planlaşdırılma baş verir. Sonra hamiləlik baş verir inşallah. Hamiləlik vaxtı ən böyük problemlərdən biri hamilənin necə qidalanmasıdır. Necə yemək yeməsi, necə su içməsi. Sonra hamilə zamanı ananın bir sıra problemlərlə rastlaşır. Məsələn, dırnaq qırılması əmələ gəlir, saç tökülməsi əmələ gəlir bəlli bir vaxtlarda, qan azlığı əmələ gəlir. Bəzən ürək bulanmalar həddindən artıq çox olur. Bəzən qaytarmalar olur, bəzən mədə ağrıları olur. Sonra ümumi qan azlığı halsızlıqları olur. Yəni bunlar bəlkə də bir qız uşağı hansısa bir hamilə xanımda bunu görür və çox narahat olur. Yəni bunlardan çox narahat olur. Sonra bəzi xanımlar hamiləlik vaxtı çəkiyə nəzarəti necə olacaq, buna diqqət eləmək istəyir. Sonra hamilə zamanı və hamiləlikdən sonra şiddətli saç tökülmələr olur. Buna necə nəzarət oluna bilər, buna diqqət eləmək istəyir. Sonra ümumi bədəndə şişkinliklər əmələ gəlir. Bax buna diqqət eləmək istəyir. Yəni bir qız uşağının ailəni necə sevməli və ailəni necə qorumasından tutmuş, hamiləlik vaxtı və hamiləlikdən sonra uşağın doğulması, uşaq doğumuna hazırlıq və uşaq doğulduqdan sonra uşağa qulluq vasitələrinin hamısı haqqında biz bugünkü Fitomed kursumuzda bir şöbə açmışıq. Yəni hər bir ailədə deyərdim ki, qız uşağı var və bu qız uşaqları bizim bu kursumuzu 5-6 ay keçməklə rahat bir şəkildə ailə qura bilər. Deyərdim ki, ailə qurmanın təməl daşları İnşallah ki, buradan qurulur və həmin qız uşağı inşallah ki, ailə quranda daha rahat və inamlı, özünə inamlı olur və daha rahat hamiləliyə gedir və hamiləliyi daha rahat keçirdir, doğuşu daha rahat keçirdir. Çox bir məlumatlı olur, hətta o qədər məlumatlı olacaq ki, ətrafına da faydaları verə biləcək, məsləhətlər verəcək. Yəni, uşaq doğulandan sonra da uşağa necə nəzarəti öyrənəcəkdir inşallah. Yəni, mən deyərdim ki, evinizdə qız uşağı varsa bunu bir düşünün. Bizim kursumuzda bizim əməkdaşlarımız və eyni zamanda mən də buradayam. Daimi olaraq mütəmadi kursda da nəzarət eləyəcəklər və yüksək səviyyədə dərsləri keçirəcəklər və inşallah ki, axırda da bizdən diplomunu alacaq, sertifikatını alacaq. Düzdür, bu hardasa işləmək üçün də deyil. Amma ən azından sağlam qidalanmanın, sağlam ailə qurmanın təməlini, prinsiplərini öyrənəcək və belə deyim, həyatına daha inamla addımlayacaq. Çox sağ olun. Mən bir daha öz kursumuzun nömrəsini sizə nəzərdə çatdırıram. 055 304 20 77 Fitomed Akademiyası. Təxminən bir 15-20 nəfərlik qruplar halında dərslərə başlayırıq və 5-6 ay ərzində dərslərimiz bitiririk. Artıq dərslərimizə start vermişik. Tələbələrimiz var, gəlirlər, hamısı öyrənirlər, oxuyurlar və mütəmadi olaraq mən hamısından da soruşuram ki, dərslərimizin səviyyəsindən məmnunsunuzmu? Hamısı da məmnundur. Məmnun olmayanların nəsə problemləri varsa, onu da elə yerindəcə həll edirik. Çox sağ olun.